Salam, kanalımıza və yeni videomuza xoş gəldiniz. Necəsiniz? İnşallah ki, hər biriniz çox yaxşısınız. Bugün vlogla qarşınızda deyiləm. Bugün bir açıqlama videosu çəkmək istədim. Çox sual soruşursunuz. Onun üçün əslində video çəkmək istəmirdim heç. Amma gördüm ki, hamı çox narahatdır. Onun üçün dedim bir açıqlama videosu olsun. İstər YouTube olsun, istər Instagram. Yəni nömrəm bəzi İzləyicilərim də var. Onlar da hamısı yazıb soruşdular. Allah hər birinizdən razı olsun. Heç düşünmədən sadəcə sizdən dua istəmişdim. Çox sağ olun. Hər biriniz dualarınızı bizdən əsirgəmədi. Şükür bu günlər yoldaşımın vəziyyəti yaxşılığa doğru gedir. Gəlin başdan başlayaq. Nə olmuşdu? Deməli 26 fevral günü yoldaşımın işlədiyi, bilmirəm bəziləriniz bilir, bilmir, dəmir əritmə zavodunda işləyirdi. Yəni dəmirləri, peçlər var idi, orada əridirdilər, sonra süzürdülər. 26-sı günü bir zəng gəldi bizə. Yoldaşım İsminə getmişdi, saat 4-də gedib gecə gələcəkdi. 1-də, 2-də belə evə gəlirdi. Orada zəng elədilər iş yoldaşları, bəs qaynatama ki, bəs zavodda partlayış olub, Elmətli yaralanıb, Sumqayıt hospitaldadır, ora özünüzü çatdırın. Yoldaşımla, qaynatamla da qaynanam tez getdilər. Mən gedə bilmədim, çünki uşaqlar ikisi də evdə idi. Gecə idi, həm də 9 idi. 9-a işləyirdi ya da 10-a işləyirdi. Yəni belə bir şeylər idi. Tam yadımda deyil. Orada partlayış olub zavodda və yoldaşım 65-70% yanıb. Yəni istər üzü olsun, əlləri, sinəsi, beli, ayaqları. Yəni düşünə bildiyiniz ön tərəfdən hər yeri yanmışdı. Sonra Sumqayıt hospitalında getdilər, gördülər. Qaynatam getdi oradan. Qaynatam heç özünə gələ bilmir. Hələ də o vəziyyətdə onu görməyi. Yəni ona görə biraz danışmaq istəyirəm. Evet. Yəni ona görə onlar getdilər, gördülər. Sonra da orada dedilər ki, bəs vəziyyəti ağırdır, ciddidir. Onun üçün Bakıya aparmaq lazımdır. Tez gecə ilə də inanırsınız saat 5 qaynımla əmim, yəni qaynatamda, yəni əmimlə əmim deyim. Onlar da getdilər Bakıya, skorunun dalınca. Orada da vəziyyəti ağır olaraq qeyd olunub zaten. Əslində 3 nəfər idilər. Biri ayaqları təkcə yanmışdı, amma yoldaşımla o bir qardaş çox ağır dərəcədə yanmışdılar. O bir qardaş vəbşi çox yanmışdı. Allah o da rəhmətə getdi. Allah onu da rəhmət eləsin. Allah ailəsinə səbir versin. Çox böyük doğrudan əziyyət, dağ, necə deyim? Allahın başına dönüm. Nə deyim valla? Allah bilən məsləhətdir. Yəni yoldaşımla 12 gün biz həkim dedi ki, yəni biz heç bir söz deyə bilmərik də 12 gün, 14 gün ancaq şeydə qalır. Yəni biz 14 günə qədər heç bir söz deyə bilmərik ki, yəni yaşayacaq ya yaşamayacaq. Çünki kritik bir yanıq o qədər çox idi ki, yəni kritik idi də, həyatı təhlükəsi var idi. Yəni 14 gün necə yaşadıq, necə oldu? İnanın hələ də özümüz şokundayıq. Bugün ayın 23-ü, artıq 26 gün keçir. Amma hələ elə bir ki, dünən olub hadisə və o dərəcədə. Buradan da sadəcə bu videonu heç çəkmək istəmirdim. Sadəcə çox yazıb soruşurlar. Hər dəqiqədə hər kəsə cavab yaza bilmirəm. Onun üçün dedim ki, bir açıqlama videosu kimi çəkeyim. Söhbəti qoyub keçirəm o bir söhbətə. Yəni 14 gün kritik dönəm idi. 14 günü atlasa, dedi atladacaq. Atlada bilməsə, Allah uzaq eləsin də. Onun üçün dualar elədi. Çox sağ olun hər birinizdən. Yazdım, hər birinizdən dua istədim. Çox sağ olun, hər biriniz dua elədiniz, qarşılıqsız. Hər birinizə təşəkkür edirəm. Nə yaxşı ki varsınız, nə yaxşı ki bu səhifə var idi doğrudan. O qədər adamın duasını bəlkə də Allah ona bizi eşitdi. Sizin dualarınız sayəsində Allah onu bizə bağışladı. İkinci dəfə həyata gəldi. Doğrudan çox pis idi vəziyyəti. Saturasiya falan hamısı düşmüşdü. Artıq o dərəcədə idi ki, ağciyər aparatına qoşulsun. Ağciyər fəaliyyətini dayandıracaqdı. Amma şükür, göydə Allah, yerdə orada həkimlər sayəsində, sizin dualarınız sayəsində bugün artıq o kritik dönəmi atlatmışıq. Amma yanıqları hədsiz dərəcə çoxdur və
gec sağalır. Şükür. İndi Sumqayıt hospitala gətiriblər. Palatadadır. Bibim də onun yanında qalır. Çünki həkim deyib ki, bacardığınız qədər onu yaxşı yedizdirməlisiniz. Kalorili şeylər yeməlidir ki, yarası tez bir zamanda sağalsın. Sağ əli, ən çox əlləri yanıb. Deməli, yanıb, paltarlar bütün bədəninə yapışıb. O iş paltarlarının hamısı bədəninə yapışıb. O paltarı bir-bir soyublar bədənindən. Əlcəkləri əllərinə yapışıb. Sağ əli 2 barmağı işləmir, sadəcə 3 barmağı işləyir. Sol əli də heç mayya kimi yanıb, sol əli. Yəni dırnaqlarına kimi yanıb, dırnaqlarına kimi çıxardıblar əlindən. Nə bilim valla, Allahın məsləhətinə çox şükür edirik ki, yanımızdadır. Nəfəsi üstündədir, balalarını, Allah onu balalarını çox görmədi, balalarını bağışladı, bizə bağışladı. Şükür bu günümüzə sağdır, sadəcə indi onun sağalmağı biraz zaman aparacaq, əməliyyatları olacaq. Dünən elə bir dənə əməliyyat keçirtdi. Təzədən bir də gördülər ki, sağalma olmur. Bütün yenə bədənindəki, narkoz vurub bədənindəki bütün yaraları yenidən, necə deyirlər, bütün necə olur, yara qərtmələyir, necə deyim də, yəni qabıq bağlayır və sağalma gecikir. Ona görə təzədən bir də onların hamısını soydular. Biraz belə adama yüngül gəlir, amma insan onu görəndən sonra, inanırsınız, yoldaşıma baxan olsa, yəni heç yaxından tanıyan da deməz ki, o Elməddindir. O dərəcədə dəyişib. Üzü o qədər tanınmaz vəziyyətdə, o qədər yanıb ki, tanınmaz vəziyyətdədir. Biz gözlərindən çox qorxduq. Gözlərinin aça bilmirdi. Gözlərinin üst qatları, nə bilim, kiprikləri, qaşı falan hamısı yanılmışdı. Ona görə biz gözündən çox qorxurduq, amma şükür 5-ci gün gözlərini aça bildi. Həkim deyirdik, bəlkə də göz qeyşası yanıb, amma şükür sadəcə göz qapaqları yanıb. Yəni göz qapaqları, gözün ətrafı, üst nəfəs yolları, yəni burundan nəfəs alıb, nəfəs yolları yanıb, dodaqları falan. Hələ ki sağalmır, hələ ki xəstəxanadadır, hələ orada da qalacaq deyirlər, amma belə də əməliyyatları falan olacaq. O da hardasa bir il yarıma çəkəcək deyirlər. Çünki həddən çox dərin yanıb və yanma faizi daha çoxdur. Yəni bədən hissəsində yanıq daha çoxdur. Məsəl üçün qulağı yanıb. Bunları belə çatdırmaq istədim. Dedim, nigaran qalmışsınız hamınız. Onun üçün. Belə bir daha təşəkkür edirəm hər biriniz üçün, maraqlandığınız üçün, yazdığınız üçün. Yəni Instagram olsun, dediyim kimi WhatsAppda, YouTube'un özündə hər biriniz sağ olsun yazırsınız. Çox təşəkkür edirəm. Hər biriniz yaxşı ki varsınız. Nə yaxşı ki bu, necə deyim, bu kanal var idi. Bu kanal sayəsində çox insanları yaxşı tanımaq oldu. Belə, bu da bir açıqlama videosu oldu. Çox uzun çəkmək istəmirəm. Sadəcə olanlar haqqında biraz danışmaq istədim. İndi bilmirəm, inanırsınız, başım heç üstündə deyil. Yəni bibim, qaynanam yəni qalır yoldaşımın yanında, xəstəxanada. Onu yedizdirir, içizdirir, yəni əlləri işləmir, otura bilmir, ancaq uzanlı qalıb belə. O da onu yaxşı yedizdirmək lazımdır ki, dediyim kimi tez sağalsın. Həkim deyir ki, bacardığınız qədər çox yedizdirin, kalorili şeylər yesin ki, tez sağalsın. O da elə səhər tezdən dururam, ona yemək pişirirəm, evdəkilərə yemək pişirirəm, uşaqlara yemək pişirirəm. Elə İsmail da bayrama görə bağçalar bağlandı. İnan, heç bayram hardan gəldi, hara getdi, necə oldu, heç xəbərimiz də olmadı. Bayram gecəsi yoldaşımın yanına getmişdim elə. Belə hanımlar, nə bilim valla, hər kəsin bir sınağı olur. Bu da bizim sınağımız imiş. Hər birinizdən yenə də dualarınızı heç biriniz bizdən əsirgəməyin. Maddi, mənəvi, hər birinizin dəstəyinizə ehtiyacımız var. Yəni, belə heç istəməzdim, bilirsiniz ki, mən 4 ildə artıq, 4 ilə yaxında bir YouTube'dayım və bacardığım qədər, əlimdən gəldiyi qədər hər kəsə kömək eləməyə çalışmışam. Kim məndən yardım istəyibsə, kimin dar günü olubsa, həmişə yanında olub ona kömək eləməyə çalışmışam. Bu aralarda bizim dar günümüzdür.
Yəni kömək edən də sağ olsun, etməyən də sağ olsun. Dua edəniz də çox sağ olun, etməyəniz də çox sağ olun. Hər birinizdən Allah razı olsun. Allah heç kimin başına belə bəla, müsibət heç kimin başına gətirməsin. Heç düşməyimə də arzulamaram. Yəni yoldaşımın çəkdiyi o ağır acını görəndən sonra həm psixoloji olaraq çox sarsılıb, həm də çox ruhən, fizikən çox çöküş olub doğrudan. Yəni heç evdə qalmayan, bütün gün çöllərdə olan adam, işləyən adam indi 26 gündür sadəcə uzanır. O da artıq səbri çatmır. Yəni durub gəzə bilsə, məsələn, əllər işləyə bilsə, yenə nəsə olardı, amma heç durmaq belə qəti qadağandır ayaq üstə. Çünki yaraları həmən dəqiqə açılır, qanıyır. Üzü belə uşaqlar üçün çox darıxır. Məni görən kimi ağlayır. Necə deyim də, belə psixoloji olaraq çox pis vəziyyətdədir. Evə gəlib hələ bir psixoloji müalicə də alacaq. Onun hələ çoxlu müalicələri var qabaqda. Belə deyim, nə deyim valla. Hələ bizim qabaqda bir məhkəməli işçilərimiz də var. Onun üçün dəstəyinizə ehtiyacımız var. Yəni edən də sağ olsun, etməyən də sağ olsun. Bir daha deyirəm. Nə yaxşı ki varsınız, nə yaxşı ki yanımızdasınız. Videomuzda bura qədər. Da bilmirəm nə danışdım, nə etmədim. Yenə sualınız olsa yazarsınız, cavablandırmağa, vaxtım olduqca cavablandırmağa çalışaram. Mənim bura qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, salamat qalın, hələlik.